vaxtınız xeyir əziz izləyicilərimiz, kanalımıza abunə olmağı unutmayın. Öncədən kanalımıza abunə olduğunuz üçün sizə təşəkkür edirik. Gəncə şəhər İcra Hakimiyyəti Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin bir qrup əməkdaşı qurumda kütləvi işdən çıxarılma hallarının baş verdiyini iddia edir. Yenavaz.com-a müraciət edən və adlarının açıqlanmasını istəməyən həmin şəxslərin sözlərinə görə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi onlardan öz ərizələri ilə işdən çıxmağı tələb edir. Stat: Bəzilərimiz fəhlə işləyirik, bəzilərimiz küçə süpürürük, dalandarıq. 2026-cı ilin yanvar ayından bizi işdən çıxarmağa başlayıblar. İşçilərin Nazirlər Kabinetinin qərarına əsasən işdən çıxarıldığını deyən rəhbərlik bizi ixtisar etmir. Bizə ərizə yazıb işdən öz xahişimizlə çıxmağı əmr edirlər. Əks halda bizi işdən əmək məcəlləsinin 70-ci maddəsinin Ç bəndi əsasında işdən qovacaqlarını deyirlər. Hər gün biz fəhlələrə işdən çıxmaq ərizəsini yazdırmaq üçün briqadirlər və sahə rəisləri tərəfindən təzyiq edilir. Statın sonu. Müvafiq sorğuya cavab olaraq Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyindən Yenavaz.com-a verilən açıqlamada bildirilib ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun yerli icra hakimiyyəti başçılarının tabeliyində olan mənzil kommunal təsərrüfatı sahəsində xidmət göstərən müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 dekabr 2025-ci il tarixli 408 nömrəli qərarına əsasən Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyində struktur dəyişikliklər aparılır. Stat: İlkin mərhələdə Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyində çalışan və əmək müqaviləsinin müddəti başa çatan, həmçinin yaş həddi ilə bağlı əmək pensiyasına çıxan işçilərlə əmək müqaviləsinə xitam verilir. Nazirlər Kabinetinin yeni qərarı hazırda Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin fəhlə və dalandar ştatlarında çalışan işçilərə şamil edilmir. Bizə ərizə yazdıraraq işdən öz xahişimizlə çıxmağımız tələb olunur. Əks halda bizi əmək məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə işdən çıxaracaqlarını bildirirlər. Hər gün briqadirlər və sahə rəisləri tərəfindən fəhlələrə təzyiq göstərilir. İddiaları isə tamamilə əsassızdır. Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi fəaliyyətinin təkmilləşdirilməsi prosesini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq həyata keçirir. Statın sonu.